Zəhmət olmasa səhnəyə təşrif buyurun. Əməkdar hüquqşünasdır, Ədliyyə General-Mayorudur, müharibə və əmək veteranıdır. Eyni zamanda Binəqədi rayon Ağsaqqallar Şurasının sədridir. Əziz ağsaqqalımız, mən istərdim ki, çıxışımızda həm də qısa da olsa 1-ci və 2-ci Qarabağ savaşlarını müqayisəli şəkildə təhlil edək. Buyurun. Sağ olun. Hoş gördük. Hörmətli toplantı iştirakçıları, əziz analar, bacılar, əziz atalar. Bizim Qarabağ faciəmiz əsrlər boyu yaşayacaq. Qarabağda olan əhvalatlar, Qarabağda olan o haqsızlıqlar başqa dövlətlər tərəfindən, başqa millətlər tərəfindən, başqa liderlər tərəfindən həmişə təhrif olunub, həmişə geridə saxlanılıb, ön plandan çıxarılıb. Lakin Azərbaycanın böyük oğlu, Ulu Öndərin yadigarı İlham Əliyev, bizim prezidentimiz, elə böyük bir qəhrəmanlıq eləyib ki, o Azərbaycan tarixində uzun illər, əsrlər boyu yaşayacaq. Hələ belə şey olmuyor ki, 30 il, bu üzrə hesab edin, 30 ildən artıq işğalda olan torpaqları 44 gündə azad edəsən, özü də həm də azadlığın dalını dərhal sülh elan eləyəsən. O vəhşilərə. Mən onlara ayrət vermirəm. Çünki Qarabağ kimi gözəl bir diyarı nə günə salıblar. Onu hamı görür, televiziyalarda görülür. Biz özümüz orada olmuşuq. Mən o barədə danışmaq istəmirəm. Və mənim gözümün qabağında çox şeylər oldu. Ancaq bununla belə Azərbaycan xalqının qeyrətli oğlu və həm də bu barədə aparmış olduğu siyasət nəinki Azərbaycan xalqını, nəinki Türk dünyasını, bütün dünya dövlətlərinin başçılarını heyran qoyub, məhətdən qalırlar. Mən Aydın bəyə yaxşı mənada qibtə eləyirəm. O çox böyük bir çətinliyə, böyük bir cəsarətə imza atıb belə bir kitab yazır. Rəhbər haqqında və eyni zamanda qalib rəhbər haqqında söz demək, kitab da yazmaq, kitabı kütləvi şəkildə buraxmaq, bu hər adamın hünəri deyil. Buna böyük cəsarət lazımdır. Mən də kitabı oxumamışam, ancaq onu demək istəyirəm ki, bu çox çətin məsələdir. Bizim hamımızın gözümüz qabağında prezidentimizin müharibə vaxtı, 44 günlük müharibə vaxtı danışıqları, çıxışları və televiziya qarşısında, televiziya ekranı qarşısından düşməməyi hamını heyran edirdi. Mən dözə bilmədim, bir dənə məktub, balaca bir məktub, bir kəlmə söz yazdım, göndərdim. Prezident aparatına yazmışdım, bugün kimi yadımdadır. Hörmətli prezident, qələbəni ancaq sizin dilinizdən eşitməyi arzuluyuram. Onu səbirsizlə gözlərim. Vəssalam, bunu yazmışdım. Siz mənə sonra zəng elədilər ki, belə bir şey prezident aparatına, nə hardan yazmışsan, nə yazmışsan, olanı yazıram da. Sizin yadınızdadır ki, yaşlı nəslin daha çox yadındadır. Biz televiziyanın ekranına baxanda 44 gündə prezidenti görürdük. Hər gün informasiya verirdi. O məni məcbur elədi, belə bir şey yazdı. Və mən bilirəm müharibə nədir, mən bilirəm o fəlakət nədir, mən bilirəm müdafiə nədir, mən bilirəm azadlıq nədir, müstəqillik nədir, o necə qazanılıb və necə saxlamaq lazımdır. Ancaq bununla belə onu başa çatdırmaq və qalib olmaq hər bir rəhbərə nəsib olmur. O, prezidentimiz İlham Əliyevə nəsib oldu. Bir kəlmət, bir bağışlayın vaxtınızı alıram, üzrə hesab edeyim. Mən hələ təsəvvür edə bilmirəm ki, və eyni zamanda sizə deyirəm, heç bir 30 ildə heç bir rəhbər
birinci şəxs Qarabağ ayaq basa bilməyib. Ancaq prezident İlham Əliyev qalib gəldi, Qarabağa getdi, özü getdi birinci. Sonra ailəsinlə yaxın silahdaşı xanımı ilə birlikdə getdi. Sonra nə elədi? Sonra onunla birlikdə getdi, Qarabağda gecələdi. Sonra nə elədi? Sonra öz ailə üzvlərlə birlikdə, öz balalarla, ailə üzvlərlə birlikdə getdi, orada gecələdi. Hər adamın işi deyil bu. Hər bir rəhbərə xas olan şey deyil. Bu qeyri-adi bir işdir. Gör nə qədər Qarabağ həsrətində qalıb, nə qədər torpaq sevib, nə qədər insanları sevib, nə qədər insanlara hörmət edib, nə qədər insanlar üçün yaşamağa canlı fədaləməyə hazır olub. Bax, bu bizim prezidentimizin işidir. Mən afərin deyirəm bizim bu balamıza, bu oğlumuza ki, belə bir riskə imza atıb. Onun haqqında, prezident haqqında kitab yazıb. Bu, Ali Başkomandandır. Belə sözləri çox az adamlar haqqında demək olar. Çox az adamlar haqqında söz demək olar və özdə müsbət söz, cəsarət tələb edir. Böyük cəsarət, yazıcı böyük cəsarət eləyib belə bir əsər yazır. Mən ümumiyyətlə baxıram, azdan çoxdan Qarabağı tanıyıram, bilirəm və eyni zamanda Qarabağda olan hadisələrin çoxunu şahidi olmuşam. O vaxtlar mən Daxili İşlər Naziri müavini işləyirdim. Sonra məni bir başqa işlə əlaqədar olaraq Moskvalılar 55 yaşında məni pensiyaya göndərdilər, çıxartdılar. Aradan 3 gün keçməmiş məni təzədən hüquq mühafizə sahəsinə, təzədən Ədliyyə Nazirinə müavin təyin edildilər. 12 ildə təzədən işlədim. Və bütün bu müddət ərzində Qarabağda gördüklərimi mən hesab edirəm ki, bağışlayın, mən üzürlü hesab edirəm. Çox az adamlar görür. Ancaq böyüklük oradadır ki, bunu görəsən, sonra bunu başqalarına çatdırasan, başqalarının başa düşə bildiyi dildə yazıb xalqa verəsən. Bu, yazıcının böyük məharətidir, böyük qoçaqlığıdır, böyük cəsarətidir. Mən ona öz təşəkkürümü bildirirəm, öz adımı. Və bugünkü bu tribunaya çıxmağımda da məqsəd sadəcə olaraq bu məsələləri demək istəyirəm. Qarabağ cəmaatının vəziyyətinin yaxşılaşdırılması üçün bundan sonra hamımız bir əskər kimi qulluq eləməliyik. Azərbaycan xalqının qeyrəti bütün dünya məlumdur. Bizim prezidentimiz belə bir üzürlü hesab edir, mən bunu müşahidəmlə deyirəm və tarixdə heç vaxt oxumamışamdır. Bizim prezidentimiz öz cəsarətinlə, öz gücünlə, öz prinsipallığınla, öz vətən sevgisindən, öz xalq sevgisindən, millət sevgisindən, millətçiliyinlə yaxşı mənada bütün dünya dövlətləri, liderləri arasında yüksək rütbəli şəxslərin, rəmaqlı şəxslərin içərisində xüsusi hörmətə malik oldu. Bu cəsarəti özü yarattı. Bugün bizim prezidentimiz dünyanın lider dövlətləri arasında, lider Kitay, Çin kimi, Hindistan kimi, Amerika Birləşmiş Ştatları kimi və qeyri-Avropa ölkələrinin daxil olmaq şərtilə hamısı o prezidentlər səviyyəsini balaca bir dövlətin prezidenti kimi özünü başqa dövlətlərin başçıları sırasına qaldırdı və belə bir nüfuz qazandı. Eşq olsun ona. Və ikinci təşəkkür isə yazıcıya düşür. Təbrik edirəm sizin kitabınızı. Üzürlü hesab edən vaxtınızı çox alın. Sağ olun. Təşəkkür edirik, minnətdarıq. Müharibədə bir ön cəbhə var, bir də arxa cəbhə var. Hər birimiz o günləri xatırlayırıq. Düşünürəm ki, o tarixlərdə sanki ön və arxa cəbhə
birləşərək